bilmirəm, küləkli havada balıq tutmaq necə olar? Mən var idi, çox da məlumatlı deyiləm. Amma hər necə olarsa, mənə elə gəlir ki, könlü balıq istəyən gərək Quyruğu suda gərək. Quyruğu da suda gərək. Mən düşünmürəm ki, bu sırada danışacağımız yarışın qalibləri və yaxud iştirakçıları belə deyək, suyun içərisində nələrsə ediblər. Amma balıq tutublar, çox da gözəl bir yarışdır əslində. Beynəlxalq bir yarışdan gedir söhbət. Balıq tutma yarışıdır, hətta dəqiq də desək. Bu haqda biz danışacağıq. Ümumiyyətlə, qaliblər kimlərdir, hansı ölkələrdən orada iştirak edənlər olub və s. Bütün bunların hamısı sıradakı surətdə. Ölkəmizdə 4-cü Odlar Yurdu Beynəlxalq Surf Casting turniri keçirilib. 2 gün davam edən turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Tədbirin davamında isə turnirin təşkilatçısı Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun sədri Çingiz Qəniyev turnir barədə məlumat verib. Daha sonra nazir Fərid Qayıbov yarış iştirakçıları ilə söhbət edib, dənizə ilk tilova atıb və bununla da turnirə rəsmi start verilib. Artıq 2011-ci ildən fəaliyyət göstəririk. Bizim artıq 4-cü beynəlxalq surf casting turniridir. Bu səfər 88 idmançı ilə başladıq bu turnirə. 88 idmançıdan 30-u xarici vətəndaşdır. Bizim bu beynəlxalq surf casting turniri sırf beynəlxalq qaydalara görə keçirilir. Böyük balıq, kiçik balıq yox, xüsusi xəttkeşlər var. Onların vasitəsilə tutulan balıqların hamısı ölçülür. Bu yarışı keçirməkdə əsas məqsədimiz Azərbaycanın surf castingi, mədəni balıqçılığı və bu balıq idman növünü daha da inkişafı üzərindədir. Turnirin gedişatına beynəlxalq dərəcəli hakimlər tərəfindən nəzarət olunub. Yarış zamanı qaydaların düzgün icrası, atış məsafəsi və ovun nəticələri xüsusi dəqiqliklə qiymətləndirilib. Birinci, ikinci, üçüncü yerlər necə təyin olunur? Balıqçılar balığı tutur və hakimi səsləyir. Bizim sektorlarda hakimlərimiz var, sektor hakimləri. Hakim gəlir, balığı çəkir, şəklini çəkir və bizə göndərir. Biz onun santimetrindən qeydə alırıq. Axırda baxırıq ki, kim ən çox xal toplayıbsa, yarışın qalibi olur. Sonra ikinci yer var, üçüncü yer var bizdə. Sonra xarici iştirakçılar arasında birinci yer, ikinci yer, üçüncü yer nominasiyalarımız var. Sonra xanımlar yarışır bizdə. Xanımlar arasında nominasiyalar var. İştirakçılar sahildən uzaq məsafəyə atış texnikasını nümayiş etdirərək ən yaxşı nəticəni əldə etmək uğrunda mübarizə aparıblar. Ümumiyyətlə, bu idman növündə səbir, peşəkarlıq və düzgün avadanlıq seçimi əsas amillərdən hesab olunur. Balıqçılıq elə bir sənətdir ki, mən uşaqlıq yaşlarımdan, qonşumuz var idi bizim bağda, məndən 10 yaş böyük olardı, ona qoşulub gedirdim. Elə başladım, bu balıqçıda daha da həvəsim oyandı. Dənizi sevməyə başladım. Bugünkü gün profesional balıqçılıqla məşğulam. Xarici yarışlarda iştirak eləmişəm. Polşada 3-cü yer tutmuşam, Yunanistanda iştirak edib tutmuşam. Türkiyədə bir çox klublar üzrə Osmaniyədə, Mersində, Kocaelidə, Tunisdə yarışda iştirak eləmişəm, beynəlxalq surf casting yarışı. 3 ildir ki, balıqçılıqla məşğuluq. Bu həvəs bizə yoldaşımdan gəlib. Yoldaşım illərdir balıq tutmağa gəlirdi. Bizdə də maraq oyandı. Biz də ona qoşuluruq. Həm təmiz hava, həm istirahət edirik, həm də ki, hobimizə çevrilib. Kipr yarışmasına getmişdik. Kiprdə biz Azərbaycan olaraq təmsil elədik. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden bu yarışmaya katılmak için geldik. 30 yaşındayım. O 20 senedir bu balıkçılığa merakım var. Bu hobiyle beraber bu yarışmaya katıldık. Bu yarışmayı düzenleyen tüm ekibe de teşekkürlerimizi sunarız. Belə beynəlxalq turnirlərin təşkili ölkəmizdə surfcasting idman növünün inkişafına və bu sahəyə marağın daha da artması üçün vacib hesab olunur.